Hindistanın Ermənistanla münasibətləri, Hindistanın Cənubi Qafqazla bağlı siyasətinin və qlobal siyasətdə balans yaratmaq istəyinin tərkib hissəsi kimi biz buna baxmalıyıq. Nəyə görə? Çünki burada bir neçə əlamət var və burada təəssüflər olsun ki, Ermənistan dövləti platforma kimi Hindistan tərəfindən də istifadə olunur. Bildiyimiz kimi Azərbaycan Türkiyənin Cənubi Qafqazda bir dominant siyasəti formalaşmaqdadır. Və bu siyasət üzərindən Azərbaycan tərəfindən formalaşmış middle corridor, yəni orta dəhliz siyasəti ilə Çin və Pakistan tərəfindən, o cümlədən Orta Asiyadan gələn nəqliyyat kommunikasiya xətlərinin Avropa ilə birləşməsi bunun tərkib hissəsidir. Bu Hindistanda ciddi narahatlıq yaradır. Ona görə narahatlıq yaradır ki, bir, Çinlə rəqabətdə məğlub olur. İki, Pakistanla rəqabətdə geri qalır. Üç, bunun qlobal siyasətdə imkanları məhdudlaşır. Bu baxımdan alternativ təkliflər, alternativ imkanlar axtarışındadır. Bu axtarışlar nədir? İran üzərindən keçməklə Ermənistan və oradan da Qaradəniz vasitəsilə Avropaya çıxmaq. Burada əslində bir neçə qonşu dövlətin təsir edən bir siyasətdir bu. Sadəcə Azərbaycana yox, eyni zamanda Rusiyanın regiondakı siyasətinə təhlükəli bir məqamdır. O cümlədə Türkiyənin və Azərbaycanın siyasətinə bu regionda təhlükə yaradır. İran üçünsə hesab edirəm ki, bu bir fürsətlər pəncərəsi ola bilər. Bax, bu baxımdan Hindistan Ermənistanı platforma dövləti kimi qəbul edərək onu silahlandırır. Azərbaycanla bağlı mümkün sülh şərtlərinin həyata keçirilməsindən maneçilik törədir. Burada Zəngəzur dəhlizinə göstərilən maneçilikdən eyni zamanda Ermənistanın bu sülh sazişində daha üstün mövqedə təqdim etmək istəyi də bunun tərkib hissəsində dayanır. Bax, bu baxımdan Hindistan Ermənistanı silahlandırması olduqca təhlükəlidir, sülhə xidmət edən bir addım deyil.